Böyük bir məhəllənin giriş-çıxış yolunun üstündə avtotəmir sexi tikilib. Sexin bir aylıq fəaliyyəti dövründə qarşısına yığılan təmirə gətirilmiş nəqliyyat vasitələri məhəllədə yerləşən binalara, mənzillərə gediş-gəlişi iflic edib. Hətta məhəllə daxilindəki mənzillərin birində baş verən yanğın zamanı əraziyə yanğın söndürən texnikaların daxil olması əngəllənib. Nəticədə mənzildə yanğın genişlənib, böyük bir sahəni əhatə edib. Sakinlər narazıdır. Deyirlər ki, şikayət etmədikləri ünvan qalmayıb. Hətta məhkəmənin avtotəmir sexinin sökülməsi qərarına belə məhəl qoyulmur. Bütün bunlar Xətai rayonu General Mehmandarov küçəsi 71B ünvanında baş verir. Sakinlər şikayətlərinin nəticəsiz qaldığını, Xətai rayon icra hakimiyyətində rəsmilərlə görüşündə bir nəticə vermədiyini görüncə üz tutublar Xətai rayon məhkəməsinə. Kollektiv şikayətlərində avtotəmir sexinin sahibi Elmar Qasımov cavabdeh göstərilib. Xətai rayon məhkəməsi gediş-gəliş yolu bağlanmış sakinlərin şikayətini əsaslı hesab etməyib. Buna görə Bakı Apellyasiya Məhkəməsinə üst tutulub. Məhkəmə araşdırmaları zamanı üzə çıxıb ki, avtotəmir sexinin tikintisi tam qanunsuz olub. 26 kvadrat metr sahəyə sahiblik hüququ əsasında faktiki olaraq 250 kvadrat metr qanunsuz obyekt tikilib. Yolda gediş-gəliş məhdudlaşdırılıb. Bakı Apellyasiya Məhkəməsi sakinlərin şikayətini əsaslı sayıb. İş üzrə Xətai rayon məhkəməsinin 2 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilib. Məhkəmə Xətai rayonu General Mehmandarov küçəsi 71B ünvanında yerləşən həmin torpaq sahəsinin perimetri boyu metal konstruksiyalardan və digər inşaat materiallarından inşa edilmiş avtotəmir sexinin sahibi, iş üzrə cavabdeh Elmar Xanoğlanoğlu Qasımovun hesabına sökülməsi barədə qətnamə çıxarıb. Cavabdeh tərəf ali məhkəməyə müraciət edib. İş hazırda araşdırma mərhələsində olsa da sakinlər deyir ki, artıq cavabdeh tərəf avtotəmir sexinin açılışına hazırlıqlara başlayıb. Bakı Apellyasiya Məhkəməsinin avtotəmir sexinin sökülməsinə dair qətnaməsi heçə sayılır. Sakinlər baş verənlərdən narazıdır və ali məhkəmə sədri İnam Kərimova müraciət etməklə məsələni şəxsi nəzarətinə götürməsini xahiş edirlər deyə Müsavat.com-da yayımlanan məlumatda qeyd olunur.